Hər gün mətn kampaniyası davam eləyir. İkinci hissədən iki rəmz mətnini, ikinci hissənin ikinci mətnini mətn oxuyubsuz, işləyibsiz. Biz suallarına baxacağıq. Deməli, birinci sualdır bizdən nə istəyir? Mətndə deyir, qarşı-qarşıya qoyulur. Deməli, bu mətndə bu qarşı-qarşıya qoyulan bunun əvvəlki mətndə də var idi sual. Deməli, bu mətndə bu iki rəmz mətnində iki köpəyin vuruşmağı. Burada cəhalət yoxdur. Biraz bunu yaxınlaşdırım. Burada cəhalət yoxdur. Müdriklik var. Baba müdrikdir. Müdrik başçı. Amma cəhalət yoxdur. Xeyirlə şər elə mətnin ana mövzusu odur. Ahıllıqla gənclik orada nəvə biraz gəncliyin nümunəsi sayıla bilər. Baba ahıllığın ona görə üçü seçə bilərik. Açığı gənclik sözü orada biraz tam uyğun gəlməyib məncə. Qənaət səxavətdən söhbət getmir. Başqalarına qarşı tələbkarlıqdan söhbət getmir. Özünün tərbiyə ola bilər hardasa. Hansını yaxşı bəsləsəm o deyir. Amma yenə də başqalarına qarşı tələbkarlıq yoxdur. 2-3-dür sualımızın cavabı. C variantı. 12-də deyir ki, mətnin məzmununa aid olmayan, yenə aid olmayan fikir istəyir bizdən. Yaşlı hindunun ürək sıxıntısı deyə bir şey yoxdur orada. Ürəyi daha sıxılıb eləmir bu hindunun. Bunu götürdük. Amerika yerlilərinin adəti, bəli. Qapılarını iç saxlayırdılar deyir. Niyə görə? Vəhşi heyvanlardan qorunmağa görə. Niyə qara və ağ? Biri xeyir, biri şəri təmsil edir. Var. Babanın nəvəsindən narazı qalması. Baba orada nəvəsindən heç bir narazılıq qalıb eləmir. Ona görə də 4-ü də biz seçəcəyik burada. Sonra 4-də var. Daxili mübarizənin qalibindən söhbət gedir. Deyir, hansını bəsləsəm, o qalib gələr. Bu da yoxdur. 1-dən 4 yoxdur yəni. Sualımızın cavabı oldu burada. 1 və 4. Sonra baxıram 13-cü suala. Mətndəki əsas fikir. Yəni, söhbət nədən gedir mətndə? Əsas fikir istəyir bizdən. Xeyir də, şər də insanın öz içindədir. Bəli, babanın nitqində var idi o. Hansına çox üstünlük versək, onu təmsil edirik. Bu mətndə bundan söhbət gedir. Ona görə biri seçirəm. 2-də deyir ki, müdrik insanların dili təbiətin dili qədər sadədir. Orada xeyir, şər təmsil edən heyvanlar təbiətin bir nümayəndələridir. Baba da onu sadə şəkildə nəvəsini izah eləyir. Yəni 2 də var. 3-də deyir ki, həyatda yaxşılıq və pislik bir-biri ilə daim mübarizə aparır. Hansının qələbə çalacağı bizdən asılıdır. O da deyir ki, hansını daha çox bəsləsəm o qələbə qazanar. 3 də var. Yaman olmasa yaxşılığın qiyməti bilinməz. Belə bir şey mətndə yoxdur. Gələcəyimiz üçün ən yaxşı sərmayə etdiyimiz yaxşılıqlardır. Burada gələcəyimiz üçün sərmayə məsələsindən, ən yaxşı sərmayə məsələsindən danışmır da. Orada məsələn, yaxşılıq elə, qabağına yaxşılıq çıxsın zat. Bu cümlə onu da, bu fikri dəstəkləyir ki, yaxşılıq elə, qabağına yaxşılıq çıxsın zat. Və mətndə də bu fikrə yer verilməyib əziz şahidlər. Ona görə 4 yanlış, 5 yanlış, 1, 2, 3'dür bizim sualımızın cavabı, yəni D variantı olacaq. Sonra baxıram 14-cü suala, deyir, nömrələnmiş hansı cümlə ixtisar olunursa, mətndəki fikirlər arasında əlaqə pozulmaz. Baxıram burada, deməli, 1. Yaşlı bir hindu qəbilə başçısı köhnə damasının önünə nəvəsindən birlikdə oturub yaxınlıqda boğuşan iki quş köpəyini izləyirdi. Yəni, mətnin giriş cümləsi adətən çıxarılmır. Çıxarılsa belə, ondan sonra bu cümlənin içərisində, bax, bu cümlənin içərisində verilən fikir verilməlidir ki, çıxarılsın. O da verilməyib heç bir yerində. Ondan sonra başqa-başqa söhbət deyilir. Köpəklərin rəngini deyir. Yəni, bu fikir kök fikri də qalmalıdır burada. Köpəklərin biri ağ, biri qara idi və 12 yaşlı uşaq özünü dərk edəndən o köpəkləri babasının daxmasının önündə vuruşan görmüşdü. Bu cümləni nə cür çıxardasan da, bu cümlə çıxsa yenə mətndə əskiklik qalır. 3-ə deyib, baxıram, deyib, bu köpəklər aslan kimi güclü olduğundan, onların qorxusundan, daxmanın həndəvərindən quş da uça bilmirdi. İndi, bu 3-cü cümləni qoy saxlayayım, 4-lə 5-ə baxım, gəlim 3 izah edeyim, cavabımız 3-dür. Uşaq daxmanı qorumaq üçün bir köpəyin yetərli olduğunu düşünür. Babasına niyə 2 köpək saxladığını
vərəqlərin niyə ağ və qara olduğunu anlamaq istəyirdi. Bu cümlə çıxarılsa, bundan sonra gəlir nəhayət cümləsi. Nəhayət bir gün uşaq, nəhayətdən əvvəl nəyin nəhayəti? Bu 4 bu verilməlidir ki, bu altından xətt çəkdiyim, qabağında 4 yazılan bu cümlə verilməlidir ki, biz bilək ki, nəhayət nəyin nəhayətidir? Və nəhayət bu 5-cidə uşaq soruşdu. Müdrik başçı gülümsəməsi ilə nəvəsindən razı qaldığını göstərdi. Sonra cavab verir. 5-i çıxartsaq, baba nəyə cavab verəcək? 4 ilə 5 də ona görə çıxa bilməz. Gəldik buraya 3-ə. Bu çıxsa, tamam, biraz mətndə məna olaraq korlanmır mətnin mənası. Düzdür, biz köpəklərin aslan kimi güclü olduğunu bilmirik. Amma onların nə məqsədlə saxlanıldığını biliriksə və həndəvərdən quş da uça bilmirdi. Yəni, bu cümlə çıxarılsa, mətnin məzmununda bir dəyişiklik olmayacaq. Hansısa bir hissə anlaşılmaz qalmayacaq. Ona görə də 3-cü cümlə çıxarıla bilər. 3 də E-dədir. Baxıram 15-ci suala. Altından xətt çəkilmiş cümlə mətnin hansı üslub xüsusiyyətini daşıyır? Eyni ilə bu köpəklər, qoy elə bunu beləyim, sualı da buradan oxuyaq. Eyni ilə bu köpəklər kimi yaxşılıqla pislik içimizdə bir-biri ilə davamlı mübarizə aparır. Bir-birinə zidd anlayışlar qarşılaşdırılmışdır. Bunu saxlayıram. Bir anlayış verilsə də onunla əlaqədar başqa anlayış, yəni söhbət burada kinayədən gedir, kinayə yoxdur. Ellipsis yenə ixtisar, burada ixtisar da yoxdur. Bədii xitabdan da istifadə edilməyib. Əşya və hadisənin əlaməti daha kiçik formada, yəni litota, ondan da istifadə edilməyib. Bir-birinə zidd iki anlayış qarşılaşdırılmışdır. Yaxşılıq, pislik. Yaxşılıq, pislik. Deməli, sualımızın cavabı nə oldu burada? Sualımızın cavabı burada oldu. A variantı. Üçbucaq çəkmə, kvadrat çək. Sualımızın cavabı burada oldu. A variantı. Baxıram 16-ya. Tüm qafiyəyə verilmiş söz əsasında cədvələ doldurun. Deməli, burada izləyirdi. Bir-birinə boğuşan iki köpəyi izləyirdi. İzləmək burada seyr eləmək mənasındadır. Deməli, izləmək burada nədir? Seyr etmək, tamaşa etmək, bir də baxmaq ola bilər. Qarşılığının başqa cümlədə işlənməyi. Məsələn, deyirəm ki, Əlövsət küçəni seyr edirdi. Məsələn, belə bir cümlə verilə bilər. Sonra 17-ci sualda deyir ki, Əlövsət nəymiş? Mətnin sonluğuna uyğun baba və nəvə arasında münasibət ifadə edən bir cümlə yazın. Məsələn, deyirsən ki, nəvəyə böyük bir məsləhət verir axı. Sonra burada deyir ki, sonda nəvə babasını yaxşı başa düşdü. Artıq o bir-biri ilə daim savaşan o iki quş köpəklərini, birincisi iki quş köpəkləri nədir? Burada ləri niyə veribsən? Görəndə öz içində nəyi daha çox bəslədiyini, nəyə daha çox rəvaz verdiyini düşünür, özünü sorğu-sual edirdi. Deməli, nəvə böyük bir dərs alıb, düzdürmü? Biz bura yazacağıq ki, məsələn də, nəvə bu məsləhəti ömrü boyu unutmadı. Və yaxud da məsələn deyirsən ki, nəvə baba arasında münasibətdən danışır da. Yəni, bu cümləyə artıra bilərik ki, nəvə sevimli babasından aldığı bu məsləhəti, nəvə sevimli və yaxud da əziz babasından aldığı bu məsləhəti,
ömür boyu unutmadı məsələn. Və yaxud da yazsan ki, baba və nəvə arasındakı bu münasibət nəvənin həyatını, gələcəyini dəyişdiyi, nəvə babasından həmişə ağıllı məsləhətlər alır, onlara əməl eləyir və xeyir tapırdı. Məsələn, bu cümləni yazmaq olar. Qəbilə başçısı. 18-ci sual. Bununla bağlı. Deməli, müdrik, ağıllı, uzaq görən, bura aqil, arif kimi sifətlər yaza bilərik. O yaxşı söhbətdir. Hansını daha çox bəsləsəm o. Sonra orada qapısında it saxlayır. Deməli, tədbirlidir. Bir də it saxlamaq bunların adətləri idi də. Biz deyə bilərik ki, adətlərə sadiq, məsələn. Bunu deyə bilərik. Sonra baxıram 19-cu suala. Birinci abzasın məzmununu ümumiləşdirə bilən bir cümlə yazın. Yenə qayıdırıq burada birinci abzasa. Birinci abzasımız tam olaraq, bax, bu hissədir. Yaşlı bir hindu qəbilə başçısı köhnə daxmasının önündə nəvəsi ilə birlikdə oturub yaxınlıqda bir-biri ilə boğuşan iki qurd köpəyini izləyirdi. Köpəklərdən biri qara, biri ağ rəngdə idi. 12 yaşlı uşaq özünü dərk eləyəndən o köpəklər babasının daxmasının önündə boğuşan görmüşdü. Babası isə sanki ayaqları yerdən üzülür, saatlar daxmanın qarşısında oturub xəyala dalır, göylərdə dolaşırdı fikri. Deməli, biz bunu necə ümumiləşdirəcəyik? Deyəcəyik ki, uşaq, nəvə, məsələn, qoy bir dəfə yazım da. Uşaq ola bilər, nəvə ola bilər. Nəvə illərdir və yaxud da məsələn, bura qabağına bir dənə mötərizədə yazım. İstəsə bunu da bilər. Uzun illərdir. Babasının biri ağ, biri qara olan iki köpəyini bir-biri ilə vuruşan görmüşdü. Nə bilim, vuruşan görmüşdü, boğuşan görmüşdü. Görmüşdü və sair. Bu cür ümumiləşdirə bilərik. Sonra 20-ci sualda deyir ki, çərçivədəki cümlədə sözlərin sıralamasını dəyişdirib elə şəkildə yazın ki, verilmiş fikirlərin ardıcıllığı bərpa olunsun və bir-birini tamamlasın. Burada babası isə sanki ayaqları yerdən üzülür. Burada ayaqları yerdən üzülür. Bax, qoy bir dənə bunu başqa rəngə çevirim. Sanki ayaqları yerdən üzülür. Bu hissə dəyişməlidir yeri. Cümlə belə olmalıdır. Babası isə, bax, babasından sonra bu gəlməlidir. Saatlar daxmanın qarşısında oturur, xəyala dalır. Sonra gəlməlidir. Sanki ayaqları yerdə üzülür. Göylərdə dolaşırdı, fikri yox. Olmalıdır belə. Fikri göylərdə dolaşırdı. Deməli, cümlə necə oldu? Babası isə saatlarla daxmanın qarşısında oturub xəyala dalır. Sanki ayaqları yerdən üzülür. Fikri göylərdə dolaşırdı. Bu cümləni də belə yazırıq, gedir. Belə, ikinci mətnimizdə bu qədər. Ümid edirəm faydalı olar. Kanala abunə olmağı, izləməyə qalmağı unutmayın. Videomu bəyənin, şərh yazın. Sağ olun.